Günür Kərimova maraqlı açıqlama verdi. Yəni bu sənətə belə çox asan yolla, bilmirik, bir dənə mahnı yazdırır. İndi son vaxtda belə reklamlar, elanlar gedir ki, studiyada 1 saat 5 manatdır. Nə bilim, hazır aranjman bizdən, hazır nə bilim musiqi bizdən, hamı bir yerdə 15 manat edir. 15 manata demək mahnı yazmaq, sonra da çıxırlar burada, gedirlər Günel Ticarət Mərkəzindən 10 manat, 15 manata paltar alırlar, kostyum alırlar, arxası açıq, beyli görünən bir paltarla çıxırlar restoranlarda, nə bilim, mərkəzlər var da, əyləncə mərkəzləri, amma ucuz əyləncə mərkəzlərdə orada oxuyurlar, videolarını paylaşım edirlər. Azərbaycanın yarısı kişiləri, qadın zad axtarmır orada, burada. Hamı üst tutur həmin məkanlara. Könül xanım maraqlı açıqlama idi. Zəhmət çəkməsən, çətin yolları keçməsən, müəyyən şeylərə nail olmaq olmaz. Biz orta məktəbdən mərhələ-mərhələ gəlirik. Gimnaziya, musiqi məktəbi, akademiya, muğam teatrının ASTV-nin solisti olmuşam. Onlar bu yolu keçməyiblər. Hardan biləcəklər? Onların öz tamaşaçıları var. O da bizə lazım deyil. Doğrudan da Könül xanım sıradan birisi deyil. Peşəkardır. Yaxşı da məsləhət verib, bir verilişdə deyibdi ki, müğənni bayağı mahnı oxumamalıdır. Yəni, bir çox müğənnilər hal-hazırda bayağı mahnılar oxuyur və çox asan yolla gəldiklərini Könül xanım özü deyib. Allah Könül xanım o qadınların, kişiləri demirik, kişilər daha azdır. Onlar çalışır ki, peşəkar olsun. Təbii ki, asan yolla sənətə gələnlər var. Yenə də deyirəm, Günel Ticarət Mərkəzinə 10 manata, 15 manata gözümlə görmüşəm kimlər kostyum alır, arxası açıq, beli açıq, qarşısı açıq paltarlar, əlbisələr alıb, geyinib, sonra da çıxıb mahnı oxuyurlar.